Maşını almaq asandır, amma bəzi modelləri saxlamaq ciddi xərc və səbr tələb edir. Bu gün karbonaz olaraq bizim tərtib etdiyimiz ən çox baş ağrıdan, ən çox xərc çıxaran 5 modeli təqdim edirik. 1. Volkswagen Passat B6. Sürət qutusu, yağ sərfiyyatı, elektron kaprizlər, mexatronik riski. Ucuz görünür, amma ustaya yolu tez-tez düşür. 2. Chevrolet Cruze. Termostat, bobin, turbo, avtomat qutu zəiflikləri, xırda sensor problemləri. Sərfəli alınır, amma xırda-xırda cib boşaldır. 3. BMW 5 Series E60. Kompleks elektronika, iDrive nasazlıqları, sensor bolluğu, bəzi mühərrik riskləri. Komfort var, amma xərc sürprizlərdə az deyil. 4. Mercedes-Benz S-Class W220. Aeromatik askı, elektron bloklar, komfort sistemləri, yaşa bağlı nasazlıqlar. Lüks zirvədir, amma baxımsız qalsa ciddi xərc layihəsinə çevrilir. 5. Range Rover Vogue. Hava askısı, ağır elektron sistemlər, servis həssaslığı, bahalı ehtiyat hissələri. Prestij yüksəkdir, saxlanması isə səbr və büdcə tələb edir. Bu siyahı bizim təcrübə və müşahidələr əsasən tərtib olunub. Maşınlar pis deyil, sadəcə düzgün yoxlanmadan və plansız alınsa, arzuların maşını çox tez xərc proyektinə çevrilə bilər. Səncə siyahıda ən çox baş ağrıdan hansıdır? Yoxsa əlavə edəcəyin başqa model var?